Dəccalın hədisidir. Dəccalın hədisində Peyğəmbər sallallahu buyurur ki, Dəccal yer üzərində 40 gün olacaq. Birinci günü bir il kimi olacaq. İkinci günü bir ay kimi. Üçüncü günü bir həftə. Yerdə qalan günlər adi günlər kimi olacaq. Yəni, sahabələr buna şəkləmədilər də. Bir günü bir il kimi olacaq. Daha demədilər ki, nətər olacaq bir günü bir il kimi. Və o aydındır. Xəbər verirsə belədir. İndi qalır ikinci məsələ özlərinin üzərinə düşən məsələni bilənlər ki, əgər elə bir vaxta çatsaq, yəni biz namazı necə qılacaq? Onu Peyğəmbər sallallahu buyurur ki, fəquduru ləhə qadraha, ki, onun miqdarını verin. Yəni vaxtla olacaq. Yəni artıq gün ildə bir dəfə batacaq gün, amma 5 namaz qılınmayacaq ki. Deməli, ildə neçə namaz qılınırdısa, o cür qılınmalıdır. Yəni vaxtla götürüləcək. Və ona görə də orada da yəni gün olmadığı üçün onda qayıdır yaxın ölkənin təqvimi ilə götürülür. Orada namazlarla işlər, sübh namazla işlər, zöhr namazla işlər. Onun üçün yəni bu hədis, yəni böyük alimlər heyəti də bu hədisi ona dəlil gətirir. Yəni həqiqətən də yəni ona dəlildir. Və oruc məsələsində isə bəzən olur məsələn yerlərdə o 22 saat məsələn gündüz olur, 2 saat gecə olur. Əgər o cürdürsə, amma onda vaxtla yox, gün artıq var axı burada. Gün olduğu üçün 22 saat oruç tutulur. Burada bir şey var. Mesela elə yer ola bilər ki, yoxdur. Gün, gecə söhbəti yoxdur. Amma elə yer var, məsələn, orada görsən ki, olur 22 saat, 23 saat kimi gündüz olur. 1 saat keçib olur. Evet, təravih qılmaqla iftarın sağırın vaxtı gələcək. Onda öyle 22 saat, 23 saat yani. Başka da vardı, ondan böyle evet şey vardı, 45 devriydi, safına imsadın arası. O cür olur. Yani eğer orada fətva odur ki, orada gecə varsa, az da olsa, yani o oruç məsələsi. Ayas qıbrızında bir ay, ildə bir də bir ay güneş oldu. Yani vapşi olmuyor. Olmursa onda yani konuşuyorken təqdim edir.